Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Və sonra şeyx danışır Ramazanı, orucu necə hifz etmək olar, orucu xələl gətirəcək, orucu yaralayacaq və savabını azaldacaq əməllərdən necə uzaq qalmaq olar. Və buyurur ki, və əmmə hədü sələfinə fi hifz siyamihim min ən yaqdaşa əv ən yücraha bil-zunub vəl-məasi fəhvə min əfdalil hədi və əhsənihi. Deyir, sələflərin öz orucların qorunmasına və günahlardan arındamasına gəldikdə isə çox gözəldir, çox fəzilətli bir yolları vardır. Li'annahum ya'lamun enne min maqasidis-savm tehzibun nufus və hifziha və hifzil lisan və cavarih anil haram. Ya'lamun qavlun Nəbi sallallahu aleyhi və səlləm. Çünki onlar bilirdilər ki, orucda qəsd nəfsləri təzkiyə etməkdir, təmizə çıxartmaqdır, təmizləməkdir, dili hifz etməkdir və əzaları haramlardan qorumaqdır. Və bunu bilirdilər və bunu bilməklə Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözündə bilirdilər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən ləm yada'a qavle-zur və amele bihi, feleysə lillahi hacetun min ən yada'a ta'amahu və şərabəhu." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, pis sözü danışmağı, ona əməl etməyi kim tərk etməsə, Allahın onun yeməsini, içməsini, tərk etməsinə ehtiyacı yoxdur. Yəni Allah Subhanahu taalanın əlbəttə heç bir şeyə ehtiyacı yoxdur. Şeyx Süleyman Ruhayli ehtiyac sözünü açıqlayaraq buyurur ki, yəni Allah ondan istəmir ki, belə bir oruç tutsun, yəni yeməyin, içməyin tərk etməsini istəmir əgər günah içərisindədirsə. Pis söz danışır, pis əməl edirsə, Allah orucda ondan istəyi o deyil. Orucluqda istəyi Allah nədir? Yeməyin, içməyin tərk etməsi ilə var və bu pisliyi də tərk etməsidir. Və qalə sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, leysə lis-siyam minəl-əkli və şərb, minəş-şərb. Deyir, yemək içmək, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, heç də yemək içməyi tərk etməkdən, oruc yemək içməyi tərk etməkdən ibarət deyil. Əksinə, əslində oruc boş sözü və dediqodunu və buna bənzər şeyləri tərk etməklədir. فَاِنْ سَابَّكَ أَحَدٌ اَوْ جَهَلَ عَلَيْكَ فَقُلْ اِنِّ صَائِمٌ. Sənə bir adam söyərsə, sənə qarşı cahillik edərsə, deyinən mən orucam. An Cabirin radiyallahu anhu ta'ala və an Cabir ibn Abdillah radiyallahu ta'ala anhuma qal, Allah onların hər ikisindən razı olsun, Abdullah ibn Cabir buyurur ki, İzə sumtə fəliyəsum səm'əkə və basrəkə və lisənəkə anil kəzib. Deyir, oruç tutduqda səninlə bərabər qulağın, gözün, dilin də yalandan oruç tutsun. Və də əzəl cər və liyəkun aleykəs-siqaru və-səkinə. Və deyir, qoşuya əziyyət verməyi tərk et və sənin üzərində sakinlik və təmkinlik olsun, viqar olsun. Yevmə savmuka və la tec'al yevmə fitrika və yevmə siyamika. Deyir ki, oruç tutduğun günlə fitir, yəni iftar etdiyin gün, oruçsuz olduğun gün eyni olmasın. Yəni insan var, yəni oruclu olmasıyla oruclu olmamasında heç bir fərq yoxdur. Oruclu vaxtda da söz söyür, oruclu olmayanda da. Oruclu vaxtda qeybət eləyir, oruclu olmayanda da. Oruclu vaxtda da yalan danışır, oruclu olmayan vaxtda da. Yəni bu insanın, yəni orucun mahiyyətini bilməməsindən, dərk etməməsindən və yaxud da bilib əməl edə bilməməsindən xəbər verir. Necə Mücahiddən gəlir ki, rahimallah çox gözəl söz buyurur, nəsiyyət edir, buyurur ki, xaslətən mən hafizahumə səlmə ləhu savmuhu əl-qeybətu vəl-kəzib. Deyir, iki xislət vardır ki, kim onları hifz edərsə, o orucun qorumuş olur, orucu salamat qalmış olar. O da qeybət və yalandır. Yəni, orucunu qeybətdən və yalandan qoruyan adam, orucunu nədir? Salamat saxlamış adamdır, salamat etmiş adamdır.
وجاء عن أبي هريرة رضي الله عنه قال أبو هريرة رضي الله عنه buyurur قال رجل يا رسول الله إن فلانة يذكر من كثرة صلاته وصدقته وصيامه غير أنها تؤذي جيرانها بلسانها. Peygamber sallallahu yanında bir qadın zikr olundu və dedilər ki, filan kəs oruç tutması ilə, namaz qılması ilə, sədaqə verməsi ilə və oruç tutması ilə bilinir, lakin qonşusuna dili ilə qonşularına əziyyət verir. Peyğəmbər s.ə.v buyurur ki, fəhiyyə finnər, o oddadır. Qalə ya Rasulallah, və Peyğəmbər s.ə.v yanında başqa bir qadın zikr olunur. Baxmayır, bu qadın çoxlu namazı ilə, orucu ilə, sədaqəsi ilə, yaxşı tərəflər, ibadət tərəfləri yaxşıdır, çoxluq qəsd olunur, lakin insanlara əziyyət verir. Qonşularına xüsusən də əziyyət verir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, o da əhlidir. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında bu ibadətlərin az yerinə yetirən, az namaz, az orucu ilə, namazı ilə, sədaqə verməsi ilə, hətta aktin bəzi rivayətə gəlir şordan və ya quru pendirdən sədaqə verir. Yəni düzgün bir şeydir. Lakin qonşusuna əziyyət vermir. Peyğəmbər s.ə.v hiyyə fil cənnə deyir, o cənnətdədir, cənnət əhlidir. Və kənə Aliyyun radiyallahu anhu yaqul, Əli radiyallahu anh deyərdi, ələ innə siyəmə leysə minət ta'am və şərab. Diqqətli olun, oruclu olmaq, oruç tutmaq, yeməkdən, içməkdən nəfsü tutmaq deyil. Yeməyi, içməyi tərk etməkdə deyil. Və ləkinnə minəl kəzb vəl-ləğvi vəl-batil. Lakin oruç tutmaq, lakin odur ki, insan yalandan, ləğvdən və batildən özünü qorumalıdır. Və həzə İbn Avn və huvə min təbi'i təbi'in. İbn Avn təbi'inlərdən olan İbn Avn deyir. Və Səbhəv Zəhəbi bi qavlihi, Zəhəbi rahmanullah onu gözəl bir vəsflə vəsfləndirir. El-İmamul Qudvə, Alimul Basra, örnək imam və Bəsrənin alimi. Və zəkərə ənəhu kənə lə yəzdu fi şəhr Ramazan ən hudurihil məktubə. Deyir, o Ramazanda namazlara, 5 vaxt namaza gəlişindən başqa artırmazdı. Yəni 5 vaxt namaza gəlişi olardı. Məscidə, cəmaatla bərabər. Sümmə yaxlu fi, sonra evinə çəkilər. Liəcli əllə yücrahə savməhu bi zənbin və məsədi. Ona görə edərdi ki, orucu nədir, günahlarla, asiliklərlə yaralanmasın. Fəfi zəməninə yectəhid şeyatinil ins fi tədili ucurus saimin. Və deyir, bizim devrimizdə insanlardan olan şeytanlar insanların oruclarının əcrini zay etməklə çalışırlar. Bimə yuradunə fi muharramət min əfləmi müsəlsə və əğəni və məazib təzəbül əcrus saim. Və deyir, onlar haram olan şeyləri, kinoları, filmləri və serialları və konsertləri və musiqi alətlərini insanlara ərz edirlər və orucların savabın əcrini azaldırlar. Və bə'du saiminə hədəhumullah bi əvvəl nəhar yəhvədu nəfsə və an kulli mə yəcrahu savmə fəizə əzənəl məğrib həllə ləhu kulli şeyin həttə muharramət. Və bəzi şeyh buyurur ki, Allah onlara hidayət edir. Bəzi oruç tutanlar var ki, gündüzü, gün ərzində orucunu qoruyur. Lakin məğrib namazı oldu, məğrib çəkildikdə, məğrib azanı verildikdə və başlayır pislikləri etməyə, haramları etməyə və ən birinci başladığı şeydə nə olur? Siqaret olur, siqaret çəkməsi. Bilgilən ki, həqiqətən siqaret naqislikdir. Birinci, sən əcrü aparır, bu əcrü aparır. Çünki Allahın haram etdiyi şeylə insan itaətdən, bu cür böyük ibadətdən çıxıb asiliklə başlamamalıdır. Ona görə ki, həqiqətən nədir, siqaret haramdır. Sonra başlayır müşahidə etməyə, izləməyə, serialları və kinoları və xüsusən də bu kinoları, serialları nə adlandırırlar? Bil müsəlsələt Ramadaniyyət, səbəbi müsəlsələt Ramazan serialları.
Şeyx buyurur ki, əslində və hiyə fil haqqi müsəlsələt-i şeyatiniyyə təzhəbul əcr. Və əslində şeytanı seriallardır ki, orucun əcrini aparır. Və mislə həzər rəcul kəmislə amil amələ tulü nəhər thumma əxəzə ucratahu fi nihayətil yevm thumma ramahə fil bər. Deyir, bunun misalı, bu kişinin misalı o kişinin ona bənzəyir ki, gün boyunca işləyir və sonra onun qazancını günün sonunda dənizə atır. Subhanallah. Fəməktəsəbə minhə, nədir qazancı insanın? Rubba samilə isət ləhu min siyəmi illə cuvataş. Elə oruç tutanlar var ki, orucdan onlara acılıq və susuzluq qalır. Fəməkənə ənəm fatrə hissiyə tüfsüdə siyəm. Necə bildiyimiz ki, hissi orucu pozan müftaratlar var. Fələv əkələ insənə o şərvə mütəmidən batılasa, insan bilərəkdən yeyib içərsə orucu batil olar və həmçinin mənəvi orucun savabını da azaldan, pozmasa belə savabın, əcrin azaldan günahlar var ki, hətta yətirəcül və əcrələhu, insan gəlir, lakin əcri qalmır. Yəni təsəvvürlə insan o qədər ac, susuz qalsa belə, lakin o qədər günahlar içərisində olub ki, o qədər haqsızlıqlar edib ki, hətta yəni orucludan yalnız ona qalan aclıq və susuzluqdur. Yaqulu qail nahnu la natabi'u və bəziləri deyir ki, biz seriallara tabi olmuruq, biz onları izləmirik. Orada olan qissələr bizim haramlara baxmırıq, qəsdimiz harama baxmaq deyil, qəsdimiz bu filmləri izləmək deyil və bu şeytanı, şeyx buyurur ki, bu şeytanı vəsvəsədir və deyirsən ən tadau ala aynikə mə yəhcəbu nazraka ilə müməsilətləti, sən deyir həmin o aktrisaya baxmaqla özünə İstihnəni nəsi bir hədər, insanlar bu işə həqiqətən çox ucuz baxırlar, çox əskik baxırlar, lakin bilmirlər ki, deyir, mən bu işləri müşahidə etmirəm, mən heç bunu hiss etmirəm, yəni belə bu qadınlara baxmaq mənim marağımda deyil, mən burada yalnız gedən hekayə mənə maraqlıdır, yəni axırda necə sonlanacaq, hansı əhvalat üzərə bitəcək. Və bilmir ki, həmin bu izləyə, müşahidə edə böyük günah üzərədir. Allahın çəkindiliyi bir günah üzərədir. Və Allah Subhanahu bu barədə hökm qoymuşdur. Necə Allah Subhanahu buyurur ki, "Qul lil mu'minina yaghudduna min absarihim və yahfazuna furujahum." Deyir, möminlər gözlərin çəkindirsinlər harama baxmaqdan və övrətlərin qorusunlar. Və kişi gözünün şeyx buyurur ki, rəcul məmurun bi gaddi basari amma anin nisəlləvəti leysə min, ona naməhrəm olan qadınlara baxmaqdan gözünü çəkindirməlidir. İstər o nümunəsi televizorda olsun, istər telefonda və istər kompüterdə, insan mütləq şəkildə gözün haramlardan, ona məhrəm olmayanlardan çəkindirməlidir. Və ikinci bilməlidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, gözün də zinası var, gözün zinası isə baxmaqdır. Üçüncü bilməlidir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ən böyük fitnə şəhvət yeri kişilər üçün nədir? Qadınlardır. Allah Subhanahu buyurur ki, "Zuyinə linnəsi hubbu şəhvəti minən-nisə." İnsanlar üçün nədir? Bəzədilmişdir qadınlarda olan şəhvət tərəfi. Yəni insanlar qadınlarda olan o şəhvət tərəfi var ki, sevdirilib insanlara, bəzədilib insanlar üçün. Və buyurur ki, sallallahu aleyhi və səlləm, "Mə taraktum fitnətən adaru alər-rical min nisə." Sizə ən çox ziyan verən fitnə, tərk etdiyim fitnə nədir? Kişilərə qadınlardır. Peyğəmbər sallallahu əleyhi və səlləm "İttəqud dunya və ittəqun nisə." Dünyadan qorxun, dünyadan çəkinin və qadınlardan çəkinin. Yəni onlara qarşı bir özünüzə qalxan sifər götürün. Fə innə əvvələ fitnətin Bəni İsrailin kənəti finisə. Çünki Bəni İsrailin ən birinci düşdüyü fitnə qadın fitnəsi olmuşdur. Hədəl əmrul əvvəl. Bu birinci. İkinci əmr odur ki, "Liməzə lə təştəğil bi əyyi şeyin təcəhu hədil mər'ətə izə rəaytə." Niyə görə deyil bir şey hiss etmirsən bu qadını gördükdə? Həzə kələm ləzə təquluhu kələmu xatirun ciddən, deyirsən bu dediyin söz çox təhlükəli bir sözdür. Yəni insan sən buna istimrar, davamiyyətli olaraq baxırsan, bu günahı edirsən, lakin deyirsən ki, bunun qəlbimdə heç bir təsiri yoxdur, mənə heç bir şey etmir. Bu yəni mümkün deyil. Mömin bir günah etdikdə onu başının üzərində bir dağ kimi görər. Münafiqdir ki, o günahı etdikdə ona bir miçək kimi görər. Yəni burnunun ucundan keçən bir miçək. Necə əsərdə gəlir ki, sələflər deyir ki, mömin bir günah etdikdə sanki bir dağın altında oturub, o onun üzərinə uçarmış kimi edər.
Lakin münafiqdir ki, böyük günah edər və onu burnunun önündən keçən bir milçək kimi hiss edər. Yəni onun üçün o günahın ağırlığı olmaz və mömin günah etdikdə Allaha qayıdıb tövbə etməli, Allahdan bağışlanma diləməlidir və hiss etməlidir ki, həqiqətən bu əmrə kənə minəl umur, yəni hiss etməməlidir ki, bu icazəli olan bir şeydir. Çox təəssüflər olsun ki, şeyx buyurur ki, və ənə zəbət ğeyrətun nəs hinə yeclisu rəcul deyir mə zövcəti yanduran ilə misləhədi müşahidir. Kişilik qeyrətlər hara gedib ki, kişilər deyir öz qadınları ilə, öz həyat yoldaşı ilə oturur, bu şeyləri müşahidə edir. Və bununla kifayətlənir. Allah Subhanahu taala deyir, Allah Subhanahu taala bizləri Allahın hüdudlarını qoruyan və onları hifz edənlərdən etsin. Həqiqətən Allah Subhanahu taala hüdudlarını qorumaqda, hifz etməkdə, insanın özünü hifz etməsi və əmrləri yerinə yetirməsində böyük müvəffəqiyyət əldə edir. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed.